Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, mayın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı, axşam bəzi yerlərdə yağış yağacağı, mayın 3-dən 4-nə keçən gecə isə bəzi yerlərdə qısa müddətli yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz güclənəcək. Temperatur gecə 12-15, gündüz 17-22 dərəcə isti, atmosfer təzyiqi isə 760 mm civə sütun olacaq. Naxçıvanda da arabir bəzi yerlərdə güclü yağış yağacaq. Temperatur 13-14 dərəcə isti olacaq. Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi bildirilir. Duman olacaq. Qərb küləyi bəzi yerlərdə güclənəcək. Temperatur gecə 9-13, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 2-7, gündüz 7-12 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.